keçmiş İran prezidentinin oğlunun onun barədə yazdıqları var. Və o burada Heydər Əliyevlə münasibətlərdən danışanda deyir ki, Heydər Əliyev deyir, mənim atama gəlib dedi ki, biz Azərbaycanda Azərbaycan İslam Respublikası yaratmaq istəyirik. Sadəcə bizə İrandan yardım lazımdır. Və bildirir ki, atam bu məsələlərə, yəni həmin vaxtda prezident olan atası bu məsələlərə şübhə ilə yanaşır və bunu daha ali qurumlara, İranın daha ali qurumlarında müzakirə aparır. Amma həmin ali qurumlar deyirlər ki, dəstək olaq, həqiqətən də biz inanırıq. Heydər Əliyev Azərbaycanda İslam Respublikası yaradacaq və ona yardım edirlər. Bu da ikinci maliyyələşmə. Yəni, həm Naxçıvanda olduğu zaman, separatçı hərəkətlər etdiyi zaman Heydər Əliyev, həm də Bakıda, Azərbaycanda prezident olduğu zaman Heydər Əliyevdən Heydər Əliyev İrandan yardımlar alıbdır, İrandan maliyyələşibdir və Azərbaycanı İslam Respublikası etmək istəyibdir.